Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Salamlayırıq hər birinizi. Biz hazırda Bərdə rayon Ləmbərən kəndindəyik. Bildiyimiz kimi, bax, burada şəhidlər abidəsi deyilən bir məkandayıq. Yəni, Ləmbərən kəndində şəhidlər abidəsi deyilən bir məkandayıq. Nəzərinizə çatdırım ki, operatorumuzdan xahiş edirəm, buraları ətraflı götürsün. Bax, bu gördüyünüz gözəlliyi, bu gördüyünüz bax burada suyu, eyni zamanda şəhidlərimizin burada şəkillərini görürsünüz. Bax bu plakatları və burada oturmağa yerlər, yəni bura gələn şəxslərin vaxtların səmərəli şəkildə keçirilməsi üçün bax gördüyünüz bir dənə bu tərəfə çək operatorumuz. Bax, gördüyümüz bu yerdə gəlib oturub asudə vaxtların gözəl keçirmək üçün yaradılıb. Və bunu yaradan şəxs Mədət əmi, yəni xeyriyyəçi Mədət əmini buradan salamlayıram və təşəkkürümü bildirirəm bu arada ona ki, bax, bütün bu gözəllikləri eyni zamanda oranı operatorumuz. Oranı da öz vəsaiti hesabına, yəni daxili hesabına yaradıq burada. Allah canını sağ eləsin. Biz Kanal 21 adından da elə Mədət əmiyə təşəkkürümüzü bildiririk. Eyni zamanda aldığımız məlumata görə bax bu gördüyünüz içməli su neçə ailəni buradan təmin eləyir? Müəllim, bax bu içməli su bu abi kompleks adlanır Şəhidlər Abidə kompleksi və Ehsan bulağı. Aha. Xeyriyyəçi Mədət Abdullayev bunu nəyə görə elədi? Deməli, qızğın müharibə gedən ərəfəsində, şəhidlərimiz olan ərəfədə. Mədət əmi, bax, məsciddə yönün tutub qibləyə, deyib ki, ey uzu olan Allahım, sən Azərbaycan dövlətinə, ordusuna, xalqımıza güc ver, Qarabağımız işğaldan azad olunsun. Qələbə qazan. Qələbə qazanaq, bayrağımız olsun Qarabağda. Mən də xalqımın, millətimin əldə etdiyi bu qələbəyə görə şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, qazilərimizə, şəhid ailələrinə, qazi ailələrinə hörmət olaraq, dövlət və dövlətçilə hörmət əlaməti olaraq xalqıma, millətimə, kəndimə, elimə, obama belə bir Şəhidlər Abidə kompleksi və Ehsan bulağı inşa elətdirəcəm. Dedi də elədi. Dedi və öz əməlindən də bunu sübut elədi və göstərdi. Buranın açılışında inanırsınız dövlətimizin hər yerindən, bütün dövlət idarələrindən burada yüksək səviyyəli vəzifəli şəxslər gəlmişdi. Rayon İcra Hakimiyyətinin işçiləri, bütün nə qədər ictimai dövlət xadimləri, televiziya kanalları, şəhid ailələri hamısı gəlmişdi bura. Demək, müəllim, bu Şəhidlər Abidə kompleksindən də əlavə olaraq Mədət əmi ehsan olaraq həmən şəhidlərimizin ruhuna bax burada bulaq vurdudur. Həmən bu bulaqdan da yerin altı ilə, bax bu səni deməli orada sən var, bax səni qoydurdu ora. Buradan hansı kəndin bu istiqam, bax yol boyu ərazidə, haradakı içməli su yoxdur, ana bacılarımız əziyyət çəkməsin deyin, yerin altından, şlankla o istiqamətdə də buradan bulaqlar çəkdirik. Təxminən neçə dənə bulaq gedir burada? Demirəm, şlankla çəkilir 9 dənə yerdə, küçənin başına, 9 küçənin başına bulaq çəkdirib. 9 küçəni, yəni içməli su ilə təmin edilir. İçməli su ilə təmin olunur və bunu da biz kanaldan dəfələrlə demişik ki, əgər başqa bir xeyriyyətçilərimiz bu aksiyaya qoşulsa, Mədət əmi deyir ki, aparsınlar küçələrin başlarında, başqa küçələrdə də çən qoysunlar. Bax, axır görürsünüz, axır buradan, deməli, burayla axır tökülü gedir çaya, çayla da axır gedir kanala, oradan da gedir tökülü kürə. Yəni bu içkiyə getməsin deyə Mədət əmi də, mən də dəfələrlə müraciət etmiş insanlara ki, kim ki əlavə öz vəsaitindən xeyriyyə olaraq aksiya keçmək istəyirsə, öz küçələrin başlarına çənlər qoysun, buradan gəlsin, aparsın, yerin altından axsın çənlərə, oradan da paylansın küçələrə. Aydındır. İndi bu hal-hazırda bu su içkiyə gedir. Mən belə başa düşdüm. Hal-hazırda bax. Yəni bir söz soruşum. Hazırda Ləmbərən kəndində içməli sudan əziyyət çəkən varmı? Yəni elə bir ailə varmı? Müəllim, Ləmbərən kəndində hardasa 15-ə yaxın içməli su var, özündən qaynama, motorla yox, özündən qaynama. Yerin hardasa 300 metr, 350 metr dərinliyinin içməli su var. Bu da həmən sulardan biridir ki, yerin bu öz-özünə qaynayır. Öz-özünə qaynayır, yerin 350 metr dərinliyindən çıxır bu. Motoru zadı yoxdur. Motoru zadı yoxdur, yerin altında. Çox maraqlıdır, dəyərli izləyicilərimiz. Mədət əmi bax, buna nə qədər şəxsi vəsait. Baxın, dəyərli izləyicilərimiz, hazırda gördüyünüz bu su öz-özünə qaynayır. Həqiqətən də çox gür gəlir. Baxırsınız.
Bu suyu belə deyək də ekspertlə keçirmisinizmi? Yəni belə Çox keyfiyyətli insan orqanına faydalı sudur. Yerin 350 metr dərinliyinə çıxmaq su dərman deyil bir. Kim olursa olsun, bax, istəyirsən 20 küçəyə çək, 30 küçəyə çək. Xeyrətçilər küçələrdə çənlər qoysunlar, yerin altından bu buluqdan krantlar ayrısınlar, qollar ayrı bu parçasında küçələrində ki, insanlar əziyyət çəkmir. halal olsun. Belə ki, 20 metr hündürlüyünə çən qoysa, həmən oradan su axıb gedər köşələr onun içinə, belə istəyə getməz. Gedər oradan bütün küçələrə yayılar. Mədət həm tək bu boyda park eləyib, şəhətlər abdə kompleks. Allah canını sağ eləsin. 9 yerdə çəkib. İndi bundan da kim əlavə istəsə eləyə bilər. İndi mən sizə burada bir möcüzəni göstərim. Bax, Gəl operatorumuz. deməli, bəli, bu parkın içində xüsusi olaraq Bərdə şəhidlərinin və Azərbaycanın digər şəhərlərindən olan milli qəhrəmanlarımızın eyni zamanda Ləmbana şəhidlərinin hərəsinin adına bir ağac əkirik. Bax, Gəl çək ən operator. maraqlı işlərdən biridir, möcüzəvi işlərdən biridir ki, bax, bu ağacın hərəsi bir şəhərin Bax, adını daşıyır. bir dənə yaxınlaşdır. Hər ağacın üzərində Şəhidin adı. bir dənə şəhidimizin adı, ismi yazılıb orada. Görürsünüzmü? Bu da o gün çəkdiyimiz o xeyriyə aksiyasından olan işıq çəkmişik ki, bu həmən şəhidlərin adına olan ağaçlar gecə də nur saçsın, işıqlansın və müəllim bu ağaçlığın arasında kartoşka əkilir xeyriyə olaraq. Kartoşka yığım vaxtında yığılır, Ləmbana kəndində az təminatlı ailələrə ehsanları paylanılır. Kim tərəfindən Mədət əkilir? əmi tərəfindən o da həyata keçirilir. Harda ki şəhid ailəsi var, yoldaşı rəhmətə gedən qadınlarımız var, həddindən artıq az təminatlı ailə var, həmən kartoşka da yığılır muşqlara, həmən evlərə paylanılır. Burada da işləyən insanlar var, hamısı əziyyət çəkib, ustalığını eləyib, kömək eləyib. Onların da elə bura gəlib kömək eləyən insanların da burada xüsusi qatqıları və əziyyətləri var. İndi girən kompleksin içinə şəhidlərin şəkillərindən də sizi. Hətta orada da var da. Yəni, orada da Bərdəmizdən olan, digər şəhərlərdən olan Bax, şəhidlərin burada qeyd etdik ki, hər şəhidin adına olan bir ağac əkilib də. Bəli. Bu şəhidlərimiz Bərdə rayonunda böyüyüb boya başa çatıblar. Gedib vətən uğrunda şəhid olanlardır, yoxsa başqa rayondan olanlar? Bəli, bu kəndlə kimlərin ki bağlılığı olub. Məsəl üçün mənim Mingəçevirdə xalam oğlu var, şəhid olub. Onun adına bir ağac var. Ağcabəddən var, Hüsnüdən var. Hə, kimin qohum əqrabaları və eyni zamanda da kəndin şəhidləri. Bizim generalımız Polat Həkimovun adına da bir ağac Milli var, qəhrəmanımız. milli qəhrəmanımızın. Və beləliklə kimin bu kəndlə əlaqəsi var, Mədət əminlə münasibəti var və yaxud da hər hansı bir bağlılığı varsa, elə bu buranı ziyarətə gəldiksən biri bir ağac əkib, biri bura bir qatıb. Ki bu da gözəllik verir parka, bir yaraşıq verir, həm də bizim üçün də böyük bir xoşbəxtlikdir ki, bizim kəndimizdə bizim vətənimizin azadlığı uğruna canlarını fəda edən şəhidlərimizin elə hərəsinin adına bir ağac var, hərəsinin bir dənə şəkil, xatirə şəkilləri var burada. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz buradan giririk. Bəli, bəli. Ha. Gəl operatorumuz. Bax burada gördüyünüz şəkillər ki var, hər biri Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada şəkillər hamısı şəhidlərimizin şəkilləri ilə divara vurulub gördüyünüz kimi. Polat Həkimov, Xudayar Yusufzadə və eyni zamanda digər şəhidlərimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim xalam oldu, şəhid Nuraddin Mirziyev. Mingəçevirdə şəhidlər xiyabanı dəfn olunub, amma onu da vurmuşuq bura. Çünki uşaqlı bu kətdə böyük, atası anası buradandır, əlaqəsi var. Buranın da Bunun üstü nədir bə? üstü elə sağ çıxdı, elə kompleks çəkilməz. Onun da sualını bizim İsmail qardaşımız eləyib. Ləmbana kəndinin ən müasir peşəkar kubik hörgü ustasıdır, o tikib buranı. İradi bir üslubda. Allah canını sağ eləsin Mədət əminin və onun timsalında mən xeyriyyətçi cəmiyyətində olan, xeyriyyətçi ilə məşğul olan, bu kəndə, bu elə, bu obaya, bu dövlətə, bu xalqa qiymət verən, dəyər verən, onlar üçün əziyyət çəkən hər bir şəxsə təşəkkürümü bildirirəm. Var olun, sağ olun deyirəm
minnətdarlığımı bildirirəm. Eləcə də Baxşeyiş müəllim, bu haqda bizə məlumat verdiyinizə görə sizə də dərin təşəkkürümü bildirirəm. Gözəl qardaşımıza da, köhnə polis əməkdaşlarımıza da təşəkkürümü bildirirəm. Var ol deyirəm. Allah canınızı sağ eləsin. Dəyərli izləyicilərimiz, inşallah növbəti videolarımızda görüşənədək.